Milli Məclisin sədri Sahibə Qafarova Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının iştirakçıları ilə görüşüb. Spiker deyib ki, təxminən 100 ölkənin milli hakimlər assosiasiyalarını bir araya gətirən bu təşkilat dialoq və əməkdaşlıq üçün mühüm platforma rolunu oynayır. Bu il bu tədbirin Azərbaycanda keçirilməsi ölkəmiz üçün rəmzi əhəmiyyət daşıyır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən 2025-ci il ölkəmizdə konstitusiya və suverenlik ili elan olunub. 30 il əvvəl 1995-ci ildə ümumi lider Heydər Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının konstitusiyası hazırlanaraq qəbul edilib. Konstitusiyada hakimiyyət bölgüsü prinsipi təsbit olunub ki, bu prinsipə əsasən qanunverici, icra edici və məhkəmə hakimiyyətləri qarşılıqlı əlaqədə fəaliyyət göstərir və öz səlahiyyətləri çərçivəsində müstəqildirlər. Spiker deyib ki, Prezident İlham Əliyevin sizə ünvanladığı müraciətdə də qeyd olunduğu kimi, Azərbaycan Respublikasının Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasına ev sahibi etmə hüququnu qazanması ölkəmizin beynəlxalq nüfuzunun artmasının göstəricisidir və qlobal hüquq, ictimaiyyətin Azərbaycan məhkəmə hüquq sisteminə olan inam və etimadını əks etdirir. Sahibə Qafarova xatırladıb ki, Azərbaycan ərazisinin 20%-i təqribən 30 il ərzində Ermənistanın işğal altında idi. 2020-ci ildə 44 günlük vətən müharibəsi və 2023-cü ilin sentyabrında keçirilmiş bir günlük antiterror tədbirləri nəticəsində Qarabağ və Şərqi Zəngəzur bölgələri işğaldan azad edilmiş, dövlətimizin ərazi bütövlüyü və suverenliyi tam bərpa olunub. Bu səbəbdən həmin seçkilər bizim üçün tarixi əhəmiyyət daşıyır. Spiker əmirlikdə ifadə edib ki, Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci illik iclasının nəticələri məhkəmə müstəqilliyinin və hüququn aliliyinin gücləndirilməsinə mühüm töhfə verəcək.